Salam aleyküm, hörmətli xalqımız, hörmətli izləyicilərimiz. Mən Meytev Sahib Səlimoğlu, Şəmkir Təşkilatının, Şəmkir Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq mart ayının 31-i 2025-ci il tarixdə soyqırımla bağlı olaraq Şəmkir rayonunun Düyərli kənd şəhidlərinin, vətən şəhidlərimizin də ziyarətinə gəlmişəm. Qarabağ Azərbaycandır. Allah şəhidlərimizə rəhmət eləsin. Soyqırımı günü şəhid olan, həlak olan bütün şəhidlərimizə, həlak olanlarımıza Allah qəni rəhmət eləsin. Ümumiyyətlə, xalqımızın milli matəmi olan bu soyqırımı heç vaxt yaddan çıxmamalıdır, heç vaxt unudulmamalıdır. Vətən yolunda şəhid olan, dövləti uğrunda, bayrağı uğrunda şəhid olanların, həlak olanların hamısını Allah rəhmət eləsin. Soyqırımı gələcək nəslimiz üçün, gələcək xalqımız üçün, cavanlarımız üçün, elimiz üçün, obamız üçün heç vaxt yaddan çıxmamalıdır, unudulmamalıdır. Onların xatirəsini biz həmişə əziz tutmalıyıq. Soyqırımı günü şəhid olanların, həlak olanların Allah ruhlarını şad eləsin, Allah qəni-qəni rəhmət eləsin. Onların bizim boynumuzda haqqı var. Biz heç vaxt onları unutmuruq və unutmarıq da və yaddan da çıxartmarıq. Bugünkü gündə mən soyqırımı günü rəhmətə gedənlərə, şəhid olanlara, həlak olanların hamısına rəhmət oxuyuram, dualar oxuyuram. Allah elimizi, obamızı, xalqımızı, millətimizi qorusun. Azərbaycan bayrağını Allah həmişə uca zirvələrdə dalğalandırsın inşallah. Hörmətlə Şəmkir Könüllü İctimai Nəzarət Təşkilatının sədri Hacı Sahib Mehdiyev.